Bir çox insanın maliyyə davranışlarına təsir göstərən və onları dəyişdirən bu məsələdir. O nədir? Baxırsınız ki, sizdən aşağı maaş alan adam sizdən daha yaxşı yaşayır. Yəni elə görünür. Bunun bir çox adam psixologiyasında da bunu fikirləşib. Deyir ki, mən bu restorana getmirəm, bu restoranda otururam. Mən falan yerə getmirəm, bu falan yerə gedir. Mən xaricə çıxamıram, bu insan gedib xaricdə gəzir. Bu məsələ psixoloji olaraqsa çox böyük təsir göstərir. Bu çox real. Amma siz bir dənə məsələni nəzərdə tutun. Yəni sizdən aşağı maaş alanın sizdən daha yaxşı yaşaması onun aşağı maaş almasından heç bir formada əlaqəli deyil. Çünki siz onu bilmirsiniz. Onun əlavə gəlir mənbəyi var, yoxdur, o ailədən dəstək alır, yoxsa almır, o ora necə gedibdi və s. Yəni sizdən aşağı maaş alan bir formada bunlar ola bilər. İkinci məsələ sizdən nə qədər aşağı maaş alır ondan asılıdır. Əgər o pulunu doğru idarə edirsə bunları eləyə bilər. Əgər o misal üçün 1000 manat alırsa maaş, qənaətlə xərcləyirsə, siz 2000 manat alırsınızsa, ümumiyyətlə qənaətsiz xərcləyirsə, bu da ola bilər. Çünki adam qənaətlə istifadə edir bunu və sizin eləmək istədiyiniz şeyləri o eləyir, amma siz eləmək istədiyiniz şeyləri eləmək üçün başqa lazımsız xərclər edirsiniz. Siz bunu da eləyə bilmirsiniz. Buna görə də pulun idarə olunması çox önəmli faktordur, amma psixologiya da burada işə düşür. Bir çoxlarının davranışları sizə təsir göstərməsin. Onların siz real gəlir mənbələrini və nə qədər qazandıqlarının hansı hardan pul onlara gəldiklərini siz bilmirsiniz.